Salam, hər vaxtınız xeyir olsun. Bugün eyni köklü sözlərdən danışacağım. 3 əsas şərt qeyd eləmişəm burada. Sözün eyni köklü olması üçün 3 əsas şərt. Deməli, birinci, söz mütləq düzəltmə olmalıdır. Bu nə deməkdir? Yəni, biz orada leksik şəkilçini mütləq görməliyik. Ən azı bir dənə leksik şəkilçi olmalıdır. İkinci tələbimiz nədir? Məna bağlılığı olmalıdır. Yəni, həmin işlənən sözlər arasında məna bağlılığı olmalıdır ki, biz onları eyni köklü hesab edək. Eyni zamanda kökü eyni nitq hissəsi olmalıdır. Və üçüncü isə kökü amonim olmamalıdır. Niyə? Çünki biz bilirik ki, amonimlər kökləri, ümumiyyətlə amonim sözlər mənaca bir-birindən kəskin fərqlənən sözlərdir. Bunlar isə eyni köklü sözlər hesab olunmaz. Gəlin bir-bir nümunələrə baxaq. Burada qeyd eləmişəm. Birinci qeyd elədiyim nümunələrə baxaq. Əvvəlcə bunu bilmək üçün, tapmaq üçün sözləri kök və şəkilçiyə ayırıram. Biz demişdik ki, biz orada mütləq leksik şəkilçini görməliyik. Hansı sözdə biz leksik şəkilçini görmədik? Güllər sözündə. Ataq bu sözü. Bu söz bizə lazım deyil. Çünki biz demişik ki, sözün eyni köklü olması üçün mütləq orada ən azı bir dənə leksik şəkilçi olmalıdır. Ondan sonra nə qədər istəyir qrammatik şəkilçi gəlsin, lap 100 dənə qrammatik şəkilçi gəlsin, onun bizə aidiyyatı yoxdur. Baxaq, digər sözlərdə isə birinci tələb ödəndi. Leksik şəkilçini biz orada gördük. İkinci tələb nə idi? Məna bağlılığı olmalıdır. Bunların bir-birinə aidiyyatı olmalıdır. Kökləri eyni nitq hissəsi olmalıdır. Gül sözü biz bilirik ki, amonim kimi işlənən sözdür də. Bir mənası feildir. Gül nə et? Gülmək feili. Digər mənası isə çiçək mənasında isim kimi işlənir. Gəlin baxaq, güldan sözü feildən yaranıb, yoxsa isimdən yaranıb? Gül sözü gül ismindən yaranıb. Düzdürmü? Deməli, başqa burada hansı gül ismindən yaranıb? Gülüş sözü feildən yaranıb. Gülmək feilindən. Gülçü sözü isə yenə isimdən yaranıb. Güllük, bu da həmin çiçək mənasındadır. Bu da isim. Deməli, burada biz eyni köklü hesab edəcəyimiz sözlər hansılar olacaq? Gülüş sözünü də atırıq. Niyə? Çünki gül sözü ilə, çiçək sözü ilə gülmək feili bir-birinə amonimdir. Bizdə bu tələb, üçüncü tələb də ödənmədi burada və ikinci tələb də ödənmədi. Ona görə biz burada belə nömrələsək onları, nümunələri 4, 5, 6 götürə bilərik. İkinci güldan sözünü, daha sonra gülçü sözünü, 5 və 6-cı sözləri biz eyni köklü hesab edəcəyik. Güldan, gülçü, güllük, gülçülük bunlar eyni köklü sözlər hesab olunacaq. İndi isə baxaq digər nümunələrə. Yenə eyni 3 şərti biz həmin nümunələr üzərində tətbiq edək, baxaq. Bağda sözü, bağban. Bizə lazım deyil bağda sözü, çünki orada leksik şəkilçini biz görmədik, onu atırıq. Bu sözlər arasında bağban, bağ sözdə biz bilirik ki, amonim kimi işlənir. Bir mənası, hər iki mənası isimdir nitq hissəsi olaraq. Amma mənaları kəskin fərqlənir. Biri ayaqqabı bağı mənasındadır. Keçən videomuzda da bundan danışmışdım. Digəri isə bostan bağ mənasında. Bağban, burada söhbət bostandan, bağdan gedir. Ona görə deməli bu söz hansı sözlərlə eyni köklü olacaq? Gəlin ona baxaq. Bağban bağlamaq sözü ilə eyni köklü olmayacaq. Çünki o başqa mənada işlənib. Ayaqqabı bağı mənasında işlənib. Bağça, bağsız, bağdakı sözləri isə deməli burada bu işarəni qoyum. Bunlar isə bir-biri ilə eyni köklü sayılacaq. Nömrələsək. Deməli, biz burada 2-ci, 4-cü, 5-ci, 6-cı sözləri deməli, eyni köklü hesab edə bilərik. Bunları silək, keçək o birisi nümunəmizə. Azlıq. Yenə eyni qaydanı tətbiq edirik. Kök və şəkilçi ayırırıq. Burada biraz fərqlidir kök. Baxaq.
Bizə lazım olmayan söz hansıdır? Burada azmaq sözünü atacağıq. Çünki sadədir. Daha sonra baxaq. Burada azalmaq sözünün az sözdə iki cür işlənir. Bir mənası feildir. Meşədə az nə et? Bir mənası isə say olaraq işlənəcək. Miqdar bildirir. Gəlin baxaq. Azalmaq sözü biz bilirik ki, burada say mənasında işlənib. Kökü az sayı olacaq. Onunla azğın sözünü eyni köklü hesab edə bilərikmi? Edə bilmərik. Çünki az burada feil mənasında işlənib, feil kimi işlənib, meşədə az. Azalmağın azmaqla heç bir məna bağlılığı yoxdur. Ona görə də azalmaqla azğın bir-birinə eyni köklü ola bilməz. Bəs yaxşı, azalmaq sözünə burada hansı sözlər eyni köklü ola bilər? Azdırmaq. Azdırmaq sözünü eyni köklü götürə bilərik. Azarlamaq isə tamam başqa bir sözdür. Görürsünüzmü? Heç kökü də eyni deyil. Ona görə də biz bu sözü ümumiyyətlə götürməyəcəyik. Bizə nömrələsək, burada götürəcəyik. 3-cü və 5-ci nümunələri eyni köklü hesab edəcəyik. Daha sonra baxaq digər sonuncu nümunələrdə mən tamam fərqli bir qayda ilə getmək istəyirəm. O qayda da bəzi tələbələrə, şagirdlərə rahat gəlir. Elə onunla da gedək, izah verək. Deməli, biz əvvəlcə bunları kök və şəkilçiyə ayıraq ki, biz burada laş bir yerdədir burada. Belə. Deməli, bir dənə qayda deyəcəm burada. Məsələn, biz bilirik ki, sıx sözü amonim kimi işlənən sözlərdən biridir. Biri var, sıx feili, feil kimi işlənir. Dişini sıx, nə et sıx. Bir də var ki, sıx necə, sifət kimi işlənir. Sifət kimi. İndi biz nə edəcəyik? Sıx sözünün feil mənasını qoyuram qırağa. Tutaq ki, götürəm sifət mənasını. Sıx sözünün ya sinonim, ya da antonimin deyək. Sıx sözünün sinonimi, məsələn, dar, sıx ayaqqabı, dar ayaqqabı və yaxud antonimi, geniş. Elə götürək antonimin, geniş sözünü götürürəm. Bu sıx sözünün yerinə onu qoyuram burada və həmin şəkilçiləri geniş sözünə artırıram. Sıxıcı sözündə sıx hissəsini götürürəm, geniş sözünü qoyuram. Genişici, belə bir söz var? Yoxdur. Daha sonra yoxdur. Bu şəkilçiləri artırmağa çalışaq. Genişləmək sözü, daha doğrusu genişləşmək sözü var dilimizdə. Yəni genlənmək, genişlənmək bu söz var. Bu ödəyir. Daha sonra ıntı şəkilçisini artırıram geniş sözünə. Genişinti, belə söz yoxdur. Sonra genişlik sözü var dilimizdə. Daha sonra bu şəkilçiləri artırıram. Genişdirmək, belə söz yoxdur. Genişilmək da belə söz də yoxdur. Deməli, burada işarələdiklərimdən sıxlaşmaq, deməli, bu neçənci sözümüzdür? Bizim ikinci söz, bir də dördüncü sözümüz, sıxlıq. Bu sözlər sıx feilinin sifət mənası ilə eyni köklü olacaq. Sifət mənası ilə eyni köklü olacaq. Amma yerdə qalan digər sözlər, birinci söz sıxıcı, üçüncü söz sıxıntı, beşinci söz sıxdırmaq, altıncı söz sıxılmaq ayrıca bir-biri ilə eyni köklü olacaq. Aydın oldu mu? Yəni burada bizim 3 əsas şərtimizin 3-ünə də əməl olundu. 2, 4-cü sözlər bir-biri ilə, 1, 3, 5-ci və 6-cı sözlər isə bir-biri ilə eyni köklü sayılacaq. Bugünlük bu qədər. Sağ olun.